Salam, bugün mən sizə intervallar haqqında məlumat verəcəm. Intervallar iki səs arasında olan məsafəyə deyilir. Intervallar iki cür olur. Harmonik intervallar və melodik intervallar. Baxın, notlar bir yerdə çalınırsa və ya bir yerdə yazılırsa, bunlar harmonik intervallardır. Əgər ardıcıl çalınır və ya ardıcıl yazılırsa, bunlar melodik intervallardır. İntervalların birinci səsi əsas səsdir, ikinci səsi isə zirvə səsdir. İntervalların gəlin sıra sayına baxaq. İlk növbədə sıra sayını bilməli. Prima, sekunda, tersiya, kvarta, kvinta, seksta, septima, oktava. Prima birincidir, sekunda 2-dir. Özünüzdə görürsünüz burada. Üçüncüdür. Bu dördüncüdür. Kvinta 5-ci, seksta 6. Yalnız burada xalis olanlar, yəni təmiz və kamil olanlar xalis primadır, xalis kvarta və xalis kvintadır. Növbəti səhifəyə keçək və septima 7-ci intervaldır. Oktava da 8-ci intervaldır. Ümumiyyətlə, oktava sözü izah sizə edim. Okto latın sözündən götürülüb, okto 8 deməkdir. Bu cədvəldə isə intervalların keyfiyyəti göstərilirdir. Mən bu keyfiyyəti isə piano dillər üzrə izah edəcəm. Yəni, burada qarşılıqlıq var. Artıq burada da intervallar qurulubdur. Növbətiyə baxaq. Artıq biz bunları öyrənəndən sonra artırılmış və əks edilmiş intervalları da tanıyacağıq. Həmçinin konsonans və dissonans intervalların da keyfiyyətinin hamısını bizə aydın olacaq. Gəlin biz piano dili üzərində bunu bir daha başa düşək. Buyurun. Demək, bizə piano dili üzərində diqqətlə baxırıq. Məsələn, do'dan götürək. Birinci səsimiz, məsələn, do'dur. Do'da nədir? Birinci intervalımız götürək, xalis prima. Əvvəlcə onu izah edeyim. Deməli, oktava daxilində 8 dənədir. Deməli, intervalımız oktava daxilində yerləşir. Bax, bir mi, fa, bir də si, do. Yarım tonlardır. Aralarında məsafə yarım tonlardır. Yerdə qalan intervallar hamısı da bir tondur. Ağ dillər bir ton. Bir ton, bir ton, bir ton. Bir də bunlar törəmə dillərdir. Diyez və bemol deməkdir. Ümid edirəm, başa düşdünüz. Gəlin, do'dan intervalımızı quraq. Yəni, do səsindən intervalımızı quraq. Birinci səsim deməli do'dur və intervalı qurarkən biz yarım tonları hesablayırıq. Deməli, biz dedik ki, xalis prima 0 tondur. Və yarım ton oldu, bu 0,5 olur, kiçik sekunda olur. Sonra isə böyük sekunda, kiçik tersiya, böyük tersiya, xalis kvarta, xalis kvinta. Bunların arasında məsafə 1 tondur. Kiçik seksta, böyük seksta, kiçik septima, böyük septima və oktava. Özünüzdə gördünüz ki, hamısı yarım tonlarla gedir. Məsələn, bizə imtahanda belə bir sual düşə bilər. Fa və si bemol. Bu hansı intervaldır? Gəlin baxaq. Biz dedik axı, birinci səsimiz əsasdır, sondakı səsimiz isə zirvədir. Bax, bu zirvədir, bu isə əsasdır. Əsasdır. Bəli, fa'dan hesablayaq, görək si bemolə neçə ton düşür. Fa 0 tondur. 0,5, 1 ton, 1,5, 2 ton, 2,5. Cədvələ baxanda 2,5 hansı intervala düşür? 2,5 xalis kvartaya düşür. Deməli, fa ilə si hansı intervaldır? Xalis kvartadır. Məsələn, götürək re. Məsələn, bizə deyir ki, re. Məsələn, fa diyez. Fa diyez. Bu hansı intervaldır? Buyurun. Re 0,0 gedir. Bu 0,0. Yəni 0 tondur. Gedirik. Yarım ton. 1 ton, 1 ton yarım, 2 ton. Tamam, 2 ton hansı interval oldu? Böyük tersiya oldu. Ümid edirəm ki, dərsə başa düşdünüz. Bütün yəni intervalları bu yolla qurmaq olur. Bir də soldan da quraq, yaxşı. Soldan da quraq. Sol notundan da. Məsələn, soldan deyir ki, bizə sol, si bemol. Hansı intervaldır? Buyur, soldan gedin. Siz qurun indi. Sol. Hansı interval oldu? 1 ton yarım. 1 ton yarım hansı intervaldır? Kiçik tersiyadır. Arasındakı məsafə
kiçik, tersiya intervalı oldu. Bir də bir söz deyim. Bizdən piyano notların adını hərfi adlarla düşəcək. Çünki mən sınaqlara baxıram, hamısında hərfi adlarla gedir. Buyurun. Belə. Ümid edirəm dərs başa düşdünüz. Sağ olun.